Çox vaxt eşidirəm, deyirlər ki, kimdə dostu yoxdur, deməli o ümumiyyətlə insanla ünsiyyət qura bilmir. Yəni hansısa bir mövzunu dəstəkləyə bilmir. Bu insanın, bu adamın çox da kişilər deyirlər də, ruhu xəstədir deyə kiminsə yanında, kimsə onun yanında olanda özünü narahat eləyir. Yəni bu insan normal deyil, anormaldır. Çox şey deyirlər, amma mən sizə bir söz deyim. Biri var, panika yaradır. Biri var, özündən çıxır, bir söz deyəndə ikilir və heç necə söhbəti şişirdir və normal qaydada danışa bilmir. Başlayır anqırmağa, qışqırmağa, yox hə. Nəyi var özünü göstərməyə, yəni heç nədən. Amma mən onda başa düşürəm, bu adam həqiqətən bir problemi var, xəstəliyi var. Yəni dərinə getmir. Amma hansısa bir insanı heç nədən şərləyirsən, yəni söz açsanda o həmişə sakit qalır. Yəni birisi də yəni dedin demədən onu fərq eləməz. Yəni bəziləri deyirlər ya mənə söz dedilər. O kimdir ki mənə söz dedi? Və hər şey uşaqlıqdandır. Ailəsində. Haşan evdə görür ki bu həmənki sakitlik yoxdur. Həmənki o normal qayda münasibət evdə yoxdur. Yoldaşı anası üstünə qışqırmağa başlayır, uşağı görür. Ya gəlini uşağın üstünə qışqırır, bunlar belə qəbul edirlər ki, bu belə olmalıdır. Yəni danışmaqları budur. Bax bu anormaldır. Əgər insan özü bilir həyatında nə istəyir və ona heç kimə ehtiyacı yoxdur. Düzdür, adam heç vaxt tək qalmaz, tək olmur. Nə qədər onda dost tanışı olursa, o qədər yaxşıdır. Amma yenə də bekara sən gəlib onunla çənə vurasan, bununla çay içəsən, mən belə başa düşürəm ki, bu adamda nə evdə yemək bişirən var, nə qabağına süfrəyə çay süzən yoxdur. Düzdür, yəni özün də özünə süzə bilərsən. Amma ümumiyyətlə bu ev şəraiti quran yoxdur. Ona görə hardasan qıraqdan axtar. Bəs əgər sənə hər şeyi lazım deyilsə, belə deyək, dırnaq arası, sən ən xoşbəxt insansan və həyatında bilirsən nə istəyirsən, sənə heç kim lazım deyil. Düzdür, Allahın salamı mütləq olmalıdır.